Son vaxtlar Moskvadan Bakıya və əksinə açıq informasiya müharibəsi səngimiş kimi görünür. Amma pərdə arxasında Kremlin Azərbaycana qarşı xoşagəlməz prosesə dirijorluq etdiyi iddiası səslənir. Xaricdəki azərbaycanlı blogerlər vasitəsilə dövlət əleyhinə başladılan informasiya savaşının arxasında Rusiya hakimiyyətinin dayandığı bildirilir. Hazırki qaralama kampaniyasının məqsədi nədir? Doğrudanmı bunun arxasında Rusiya var? Qlobal İnfoza danışan politoloq Qabil Hüseynli deyib ki, son vaxtlar Bakıya yönələn informasiya dalğalarının təsadüfi olmadığı aydındır. Stat: Rusiya pərdə arxasında müxtəlif platformalar və xaricdəki azərbaycanlı blogerlər vasitəsilə Azərbaycanda ictimai rəyə təsir göstərməyə çalışır. Burada əsas məqamı anlamaq lazımdır. Rusiya hakimiyyəti üçün informasiya müharibəsi artıq klassik hərbi əməliyyatlarla eyni əhəmiyyət kəsb edir. Hər bir dezinformasiya kampaniyası, sosial media vasitəsilə yayılan yanlış məlumatlar və manipulyativ məqalələr Kremlin strateji planının bir hissəsidir. Məqsəd yalnız Azərbaycan cəmiyyətində narazılıq yaratmaq deyil, həmçinin siyasi rəhbərliyi belə nüfuzdan salmaqdır. Blogerlər tez-tez müəyyən problemləri qabardır, mövzuları şişirdir və müəyyən hadisələri qərəzli təqdim edirlər. Son zamanlar xaricdə yaşayan azərbaycanlıların platformaları vasitəsilə yayılan çirkin məlumatlar həqiqətən ikrah hissi yaradır. Ən təhlükəli cəhət odur ki, çox hallarda bu kampaniyanın Kremlin dəstəyi ilə həyata keçirildiyi açıq görünmür. İnsanlar sadəcə sosial media paylaşımlarına, blog yazılarına və obyektiv xəbər kimi təqdim olunan məlumatlara inanır. Bu da kütlənin psixoloji reaksiyasını manipulyasiya etmək üçün ideal şərait yaradır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.